Hər kəsə salam. Kimya Dim 2025 test toplusunda məhlullar bölməsinə əlavə olunmuş yeni suallardan səhifə 162-də 39-cu sualın izahına baxaq. Demək, təbiətdə mövcud olan mineral suların tərkibində həll olunmuş şəkildə bir çox maddələr olur. Mineral suların tərkibi onun keyfiyyətini təmin edir. Bu maddələr mineral sularda normadan artıq miqdarda olduqda suyun keyfiyyətini aşağı salmaqla insan sağlamlığına zərər vura bilər. Bir sıra hallarda maddələrin miqdarını azaltmaq üçün kimyəvi maddələrlə çökdürmə üsulundan istifadə olunur. Tərkibində 8,1 qram kalsium hidrokarbonat olan su nümunəsinə minimum neçə milli 0,2 molar kalsium hidroksid məhlulu əlavə edilməlidir ki, duz tamamilə çöküntüyə çevrilsin. İlk olaraq reaksiya tənliyini yazaq. Kalsium hidrokarbonat və kalsium hidroksid qarşılıqlı təsirdə olur. Buradan alınır kalsium karbonat çöküntüsü və su. Kalsium karbonat və suya 2 yazırıq, əmsallar düzəlir. Demək, 8,1 qram kalsium hidrokarbonat olan su nümunəsini minimum neçə milli 0,2 molar kalsium hidroksid. Demək, bizə milli nəyin vahididir? Həcm vahididir. Yəni V lazımdır. V-ni tapmalıyıq. Qatılığı da verib 0,2. Demək, bizim belə bir düsturumuz var. S bərabərdir nü böl V. Burada nə bizcə S məlumdur, amma nü və V məlum deyil. İlk olaraq biz kalsium hidrokarbonatın maddə miqdarını, yəni nünün qiymətini tapaq. Ona əsasən asanlıqla V-ni də müəyyən edə biləcəyik. Demək, 8,1 qram kalsium hidrokarbonat reaksiya daxil olduqda bilmirik kalsium hidroksidi nə qədər sərf olunur. Maddə miqdarını bilmirik. Elə nü yazaq. Kalsium hidrokarbonatın kütləsi 162-dir. Bu zaman isə 1 mol kalsium hidroksid sərf olunur. Buradan da nü bərabər olacaq 0,5-ə. Bunu tapdıq. Düsturumuz nə idi? S bərabərdir nü böl V. S məlumdur 0,2. Nünü də tapdıq. 0,5. V-ni tapmalıyıq. Buradan 0,2 V bərabərdir 0,5. V də bərabərdir 0,25.